Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Qarşıma bir video çıxıb. Bu videoda hədis inkarçısı və efirdə də fırıldaqlarla öz təriqətini qabağa aparmağa çalışan şəxs güya Qur'an-ı Kərimin müqəddəs olmaması barədə danışır və orada işlətdiyi bir kəlmə var, Kitab-ı Müqəddəs. Əlimizdə tutduğumuz bu kitabı təsəvvür eləyin. İnsanlar bilmir ki, bu nədir. Üstünə müqəddəs kitab yazılan bir kitab var Azərbaycan dilində. Kitab-ı Müqəddəs dediyimiz, Kitab-ı Müqəddəs Deməli, bu insan güya müqəddəs kitab sözünü ərəbcə deyir. Bildiyimiz kimi ərəb dilində idaf edilən bir dənə bəhs var. Mudafun, bir də mudafun ileyhi deyilən bir dənə bəhs var. Fars dilində də var, ərəbcədə də var. Məsələn, biz deyəndə müqəddəs kitab birinci sifəti gətirir ki, vəsfi. Deyirik ki, müqəddəs kitab. Sonra mövsuf gəlir, yəni vəsflənən, yəni kitab sözü. Ərəbdə, Farsda belə deyil, əksinədir. Onlar bu cür deyirlər. Kitab-ı Müqəddəs. Müqəddəs ikinci gəlir, kitab sözü birinci gəlir. Farsda Kitab-ı Müqəddəs, yəni müqəddəs kitab. Birinci gələn mövsufdur, sonra vəsf gəlir. Birinci kitab gəlir, sonra vəsf. Ərəb də bu cürdür. Deyir ki, Əl-Kitabul Müqəddəsu, yaxud Kitabun Müqəddəsun. Birinci kitab sözünü gətirir, yəni mövsuf, sonra müqəddəs sözünü gətirir, vəsf, yəni sifəti gətirir. İndi bu insan güya ki, diplomlarını sayır ki, mən filan yeri bitirmişəm, qırmızı diplom və s. filan kəsdən dərs almışam və s. Bu insan bu ərəbcə biləndən sonra, daha doğrusu güya öz aləmində öyrənəndən sonra güya efirlərə çıxır, elə yerdə səhvə yol verir ki, onu ibtidai, bəlkə dini tədris mərkəzlərində birinci sinifin, hətta birinci sinifin bəlkə belə deyək ki, ilk 3-4 ayında öyrənilən bir dənə məsələ də həmin o məsələ. Vəsf mövsuf məsələsi. Və yadından da çıxan məsələ deyil. Ərəbcə bilənlər, dil bilənlər ümumiyyətlə bilirlər ki, bəzi məsələlər kulli şəkildə insanın zehnində qalır. Cüz'iyyat yaddan çıxanda müəyyən mənada müraciət edib təkrarlayırsan. Amma bəzi məsələlər var, o qədər insanlar o dili işlətdikcə yadlarında onu mütləq qalır. Hətta belə deyək ki, o dildə danışa bilməyən insanlar belə o dildə mətnlər oxuyanda dəfələrlə həmin məsələ onun qabağına mətnindən çıxanda artıq onun üçün mələkəyə çevrilir. Artıq onun yadından çıxmır. Bu insan isə güya vəsf mövsuf məsələsini, yəni müqəddəs kitab sözünü güya ərəbcə deyir. Əslində ki, əlifləm nədirsə belə deməlidir. Əl-Kitabul Müqəddəsu, yəni Əl-Kitabu Əl-Müqəddəsu. İkisi də əliflamla gəlir. Əlifləmsizdirsə Kitabun Müqəddəsun belə deməlidir. Və yaxud da özündən qabaq ki, amildən asıllı ola bilər, nəsb amili gəlsin, düşün, Kitabən Müqəddəsən olsun. Və yaxud cər hərfi ilə olsun, məsələn, Kitabin Müqəddəsin düşün. Və yaxud mübtəda olsun, həzə Kitabun Müqəddəsun, xəbərdə Kitabun Müqəddəsun olsun. Bu isə ikisini də eyni cür oxumur. Yəni, ya Kitabun Müqəddəsun, hər ikisi undu axırı. Və yaxud Kitabən Müqəddəsən, hər ikisi əndi axırı. Və yaxud Kitabin Müqəddəsin, hər ikisi indi axırı. Bu isə vəsf mövsufu muzafun ileyh kimi oxuyur. Kitabu Müqəddəs. Yəni, bunu ərəbcəyə çevirirsə, Kitabu Müqəddəsin kimi məna verir. Kitabu Müqəddəsin, yəni Kitabu gətirib mudaf, müqəddəsin mudafun ileyh gətirib. Halbuki vəsf mövsufdur bu. Kitabun Müqəddəsun bu cür oxunmalıdır. Yəni, bu adam o qədər cahildir ki, bu cür sadə məsələləri belə bilmir. Və bunun müəllimi kimi özünü təqdim edən şəxs ki, çıxır ortaya, güya bu onun müəllimidir, dəfələrlə deyir ki, filan kəsin müəllimi o sirləri açdı. Mən nə bilim, filan kəsin müəllimi artıq dözmədi, danışdı və s. bu kimi. Filan müəllimlərdən dərs almışam deyirsən. Amma sən özün ərəb dilini bilirsən ya yox? 2011-ci ildə mən sənə ərəb dili dərsi deyəndə həqiqətən də gördüm ki, sən heç ibtidai ərəb dilini bilmirsən. Və özünü onun müəllimi kimi tanıtır, ərəb dili müəllimi kimi. Halbuki bu şəxsin özü də illər əvvəl bizim Şiyə qardaşımız, Hacı Zülfiqar qardaşımızla debat eləyəndə qarşı tərəfin sözünü kəsir, hayküylə, şivən qoparmaqla ləv ənnə olar birdən, belə deyir. Və sonra da səhv çıxır təbii ki. Savabdır Quran oxumaq. Deyir, vələv ənnənə nəzzəlnə... Vələv ənnənə olar birdən.
Bilmirsən də Quranı aç. Onda bir dənə bax. Vələ Orada ərəbcəsi yoxdur. Yox, mən taparım. Mənim telefonu ver. Aç ki, Səhv eləyirəm. Hafız Quransan səhv eləyirəm. Mən eləyirəm, sən eləyirəm. Sən bilmədin ki, danış. Ən'am 111. Səhv deyirəm, laf eləyirəm. Sən hafizsən, səhv eləyirəm. Sən məndən səhv tutursan da, Sən sənin səhv tutmağın səhvdir. Düzdür də? Bu ayəni oxuyun, bir dinlə yenə. İnnəni, ənnənə, vazı. Nədir? فَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَى وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قَوْلًا مَا كَانُوا لِيُؤْمِنُوا. Əgər biz mələkləri nazil etsək, qəbirdən də insanları dirilsək, bəzi insanlar iman gətirməyəcək. Bunlar İndi burada maraqlı olan nədir? Fərz elə sən Quran hafizi deyilsən. Ayəni hifz eləməmsən. Əvvəla hifz eləməmsən, yəqinin yoxsa nə atırsan özünü ortaya. Fərz elə ki, hifz eləməmsən, yaxşı. Yəni sən bunu da mı bilmirsən ki, bu da həmçinin ibtidai sinifin məsələsidir. Ərəb dilində ərəb dili qrammatikasında ibtidai birinci sinifin misalıdır, məsələsidir ki, innə və əxəvatuha bəhsi var. İnnə ənnəkə ənnə leytə ləallə ləkinnə. Bunlara deyirlər hurufun müşəbbəhətun bil fiil. Feilə oxşayan hərflər. Bir neçə cəhətdən feilə oxşarlığı var. Bu ixtisası var, ancaq ismə daxil olur. Yəni bir dənə cümlə desən, mübtədası xəbəri var. Mübtəda və xəbərin əvvəlinə gəlir, mübtədanın əvvəlinə. Onu özünə isim kimi götürür və nəsb verir ona. Və xəbəri də xəbər kimi, özünün xəbəri kimi mərfu şəklində qalır, rəf halında qalır. Sən yəni bu qədər cahilsən ki, bilmirsən ki, ləv sözündən sonra ənnə gətirsən, innə, ənnə, onlar özündən sonra feil gəlməməlidir. Nəzzəlnə feildir axı. Nəzzəlnə feildir. Hurufu müşəbbəhətun bil fiil ancaq nədir? İsmə daxil olur. Mübtəda xəbər cümləsində mübtədaya daxil oldu, onu özünə isim götürdü, nəsb verdi və xəbər də xəbər kimi qalır. Amma bu nə deyir? Bu deyir ki, ləv ənnədir, haşi salır orada, axırda da səhv çıxır. İndi bunu dinləsə, bir şey zehninə gələ bilər, onun vasitəsilə bir batan insan necə saman söpündən yapışır. Bəhanə eləyər ki, yox, mən ənnəni bu cür demişəm əslində. O da əgər zehninə gəlsə və biz bunun nə olduğunu demirik, qoy qalsın, əgər zehninə gəlsə o da çıxıb özünə o cür müdafiə eləyər. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.